İndi isə növbəti test tapşırığına tanış olaq uşaqlar. Bizə sahil haqqında məlumat soruşur və nəzərə alsaq ki, sahil 9-cu sinif təsniflərində iqlim və təbii zona bölmələrində verilmiş bir hissədir, hansı ki, iqlimlə bağlı olan bir mövzudur. Sahil uşaqlar böyük səhradan cənubda səhra və savanna zonaları arasında yerləşən ərazidir. Bu ərazilər uşaqlar iqlimdən asılı olaraq fəsillərə uyğun rütubətli və quraq dövrünü yaşayır və həmin hissədə bitki heyvanat aləminin yer dəyişməsində kəskin fərqlər əmələ gəlir. Yəni hansı ki, bu ərazilər subekvatoral iqlimin sərhəddidir səhralarla və orada isti dövrdə bitki heyvanat aləmi zəifləyir, əksinə rütubətli dövrdə artır və həmin hissə sahil adlanır. Çünki onlar köç eləyəndə böyük kütləvi dəyişikliklər baş verdiyinə görə, yəni onlar məhv olduğuna görə o hissəni məhz sahil adlandırırlar.